Başlayaq uşaqlar. Buyurun. Deməli, harda qalmışıq burada? Sətirlər, üzərində əməllər, siyahılar. Buyurun uşaqlar, suallarınızı verin. 1-10 aralığında sual var. 1-10. Varsa deyin. 7. 7. 7-yə qədər başqa? Yoxdur. Baxaq 7-yə nədir? Deməli, bu hansı tipdir? Sətir tip. Sətir tipdirsə indekslənə bilir 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, len S bizə nə verəcək? 10, 10 minus 1, 9-a kimi davam edəcək. Bu deməkdir ki, i dəyişəcək 1-dən 9-un özünü almayacaq. 1, 8. Yəni, bu aralıqda. 9-la 0-cı yəni indeksi götürməyəcək. Bu aralıqda. C-də 0-dırsa, hər dəfə 1 üstəgəl olanda 8 olacaq. Sol. 8 dəfə, yəni şərt ödənir. 8 dəfə i dəyişir 1-dən. 8-ə kimi 8 dəfə dövr işləyir. Hər dəfəsində S-nin üstünə 1 gəlir. Aydın uşaqlar? Sonra 10-a qədər başqa varsa 9. Deməli, indeksləyək. Bu 0, bu 1, bu 2, bu 3, bu 4, bu 5, 6, 7, 8, 9. Burada deyir 6-dan sona dək. D, A, B, A. Başlanğıcı var, son yoxdur. Burada başlanğıcı yoxdur, son var. 3-ə qədər. A, B, R. A1 birinci toplanır, sonra yəni ardıcıllıq belə olacaq. D, A, B, A, B, R. B variant. B. Aydındır. Bəli. Sonra 10-a qədər, 10 başqa yoxdur ki. 20-yə qədər onda suallarınızı qeyd edin. 10-20 aralığında suallarınızı verin. 10. Bəli. 10, 16. 12. 12, 16. 10 da var idi. Tunar 10 dedin. 16 yemədim. 16. 10. 10, hə, onda vardı. Eşitdim onu. Deməli, B, A, S-ni cəmləyir. B, A, S. Ardıcıllıq cəmləyirsən. Birinci B-ni yazırsan. 5, 2, 9. Sonra A-ni yazırsan. 1, 7, 4. Sonra da S, 3, 6. Bizdən nə istəyir? S1, bu 2-dir. Bu da sonuncu indeksə müraciətdir. 6, cəmi verəcək 8. Aydındır. Bəli. 12-ci sual. Proqram fraqmentinə əsasən X siyahısının hansı elementləri X siyahısına əlavə edilər? Bu X-də sayı 1 olan demək unikaldır. Yəni X-də təkrarlanmayan element. Bax, for i in X-la X siyahısından bir-bir götürür. Məsələn, götürür birinci 55-i. Sonra baxır ki, əgər deyir 55 təkrarlanmırsa, 55-in sayı X-da 1-ə bərabərdirsə, yəni sayı bir dənədirsə X-da. Baxırsan ki, 2 dənədir. Deməli, bu ödəmədim. Keçir 66. Hə, 66 bir dənədir. Y-ə əlavə edir 66-nı. Sonra 78 2 dənədir, ödəmədi. 55 2 dənədir, baxmadıq. 98-i götürür, 98-in sayı bir dənədir, 98-i əlavə edir. 3 bir dənə də əlavə edir, 78-i əlavə edir, bir də 5-i əlavə edir. Yəni, hansı ki, X-da bir dənə olan elementləri, təkrarı olmayan elementləri sayı 1-ə bərabər olur. Mən bunları şərt kimi yazmışdım axı sizə. Count, məsələn, i böyüdürsə 0-dan, bu varsa deməkdir, varsa. X.count i böyüdürsə 1-dən, bu təkrarlanırsa deməkdir, təkrarlanırsa. X.count i bərabərdirsə 1-ə, bu unikal deməkdir, təkrarlanmayan elementlər. Unikal. Sonra, məsələn, X. sətirdirsə, find i axtarır.
-1-ə bərabərdirsə, deməli bu yoxdursa deməkdir. Yoxdursa. Çünki sətirdə element yoxdursa find -1 verir. Sonra x nöqtə count sıfıra bərabər, yenə yoxdursa deməkdir bu da. Yoxdursa əlavə edir. Yəni təkrarı olmayan elementləri y-ə əlavə edir. Aydındır? Sağ Bəli, olun. bir də 11-ə baxarsan. 15-ə baxın. 11-ə, 11-ə. 11'e bakalım. 11 anı. Nedir 11'də? Ha. Bunu yadda saxlayın ki, hər dəfə elementi götürür, sıfırıncı indeksə əlavə edirsən, birinci tərsinə düzmək üçün bu istifadə olunur. Məsələn, burada list nə edir? List sətri tək-tək simvollarına ayırır. K, I, M, Y, A. Bir siyahıya çevirir. Res boş bir siyahıdır. I, N-dən elementləri bir-bir götürür. Məsələn, birinci K-nı götürür. Res siyahısının sıfırıncı indeksinə K-nı qoyur. Bu olur da. Sıfırıncı indeksdə K. Sonra I gəlir, I-ni götürür. İndi sıfırıncı indeksə I simvolunu qoymalıdır. Bu sağa çəkilir. Yəni siyahı olur belə. I, K. Sonra I gəlir M hərfini götürür. İndi sıfırıncı indeksə bu dəfə M-ni qoyur. olur M, I, K. Sonra növbəti dəfə I, Y-ni götürür. Yenə sıfırıncı indeksə Y-ni qoyur. Y, M, I, K. Ən sonda A-nı götürdüm. Sıfırıncı indeksə A-nı qoyacaq. Siyahı olacaq A, Y, M, I, K. Bu da bir növ tərsinə düzmək, yəni reversin işini görür bu. Bax bu elə bir ki, reversin işini hər dəfə sıfırıncı indeksə düzür. Ən sonda da nə edir? Join eləyir. Join-də bu elə bir ki, vergüllərin yerinə daxilindəki dəyəri qoyub birləşdirir. A, DS, Y, DS, M, DS, I, DS, K alınır belə. Böyük hərfdir K. Cavab olur A. Vergüllərin yerinə DS-i qoyur. Aydındır Hüseyn? Bəli. 16-ya baxırıq. 16. Funksiya verilib. Funksiya S-ə müraciət olub. S-də də S-in içərisində yazılan, bax bu siyahıdır. Deməli, bura ötürülən bu siyahıdır. 4, 6, 8, 10, 12. İndi, birinci biz nə edirik? Birinci S0 tapırıq. S0 nədir? 4. Üstünə gəlirik. S-1 həmişə sonuncu element 12. 10, yəni 4 üstə gəl 12 bölünsün 2 vurulsun ln-s. 1, 2, 3, 4, 5. 5. Bu da bizə nə verəcək? 4 üstə gəl 12-ni 2-yə böləcəm. 6.0. Onu da 5-ə vuracam. Eləyəcək 30.0. Toplayanda da eləyəcək 34.0. Aydındırmı? Ha? Bəli. Sonra uşaqlar soruşun. 22 müəllimə. 22-yə qədər. Sən elə bir çox 20. bilirsən ha. Yazmısan hamısını dəqiq. Nəsə belə ürəyimə nəsə gəlir, hiss eləyirəm. Hə? Mənim müəllim. Arada ötürmədin ki, İslam. Xeyr müəllim, xeyr. 21 dedin də Ağa Rıza, hə? Bəli. Hə. Append nə edir Ağa Rıza? Append. Əlavə edirdi. Sona əlavə edirdi. 44-ü sona əlavə elədik. Remove da qarşısına çıxan ilk altını silir. Baxıram ki, qarşısına çıxan ilk altı buradadır. Bunu sildi. Del A0 sıfırıncı indeksdəkini sildi. İndi siyahı dəyişir axı. Siyahı dəyişdiyi üçün, yəni ən sonda siyahı necə olub? 27. Bu silinənləri əlavə olunanlardan sonra 9, 2, 0, 2, 0, 5, 11, 44. İndi mən bunu indeksləsəm, bu sıfırı siləndən sonra, bunu siləndən sonra buradayam mən, insertdəyəm. 0, 1, 2, 3, 4, 5, 6. Deyir ki, 6-cı indeksə onu əlavə elə. Mən sizə demişdim ki, siyahı sağa doğru genişlənir həmişə. Yəni, bura gələcək, 10 əlavə olunacaq, 5 sağa doğru sürüşəcək. Olacaq 27, 9,
Sonra 2, 0, 2, 0. 6-cı indeksi 10 yerləşəcək. 5, 11, 44. Sonra deyir del A7. 7-ci indeksdə duranı sil. 7-ci indeksdə 5 yerləşirdi, sildi onu. Qalacaq 27, 9, 2, 0, 2, 0, 10, 11, 44. Cavab olacaq A variantı. Aydındırmı? Arıza başa düşdün? Bəli. 22-ci sual. Uşaqlar, bəzi alqoritmlər var ki, deyirik, onları əzbərləmək lazımdır. Əzbərləmək deyəndə, yəni mənasını əslində başa düşmək lazımdır. Bax, Burada 8-ci say sisteminə keçməliyik. bəli, 8-ci say sisteminə keçir. Əsas məsələ nədir? Burada çap olunan n nədir? Buradan qayıdan n 0 olur. Gedib işarəliyirlər 0,54-dür. Yox. Buradakı n lokaldır, lokal dəyişəndir. Amma buradakı n qlobaldır. Sən printdə lokal dəyişənə müraciət edə bilməzsən. Printdə çap etdiyin qlobaldakı dəyişən olur. Yəni bura çap edirsən 44, bir də bunun 8-liyi 54. Yaxşı, uşaqların elədiyi səhv budur ki, burada gəlib n dəyişir deyirlər də, niyə 0 qoymayaq? Axı bu lokaldır, bu proqramın içərisində keçərlidir. Kənarda bunun heç bir mahiyyəti yoxdur. Bura ötürülən n əsas 44-dür. Başa düşdünmü? Hə? Bəli. Sonra uşaqlar. Soruşun 30-a 23, 24. 23. 23, 24. 23, 24. 23-ə baxaq. Deyirdi ki, Cəbrayıl salam, testi yazmısan? Salam mənim, bəli. 23-ə qədər baxmışıq, bəzilərini izah eləmişəm. İndi qabaqdan sənin nəsə səhvin varsa deyərsən. İzah Yaxşı. elədiklərimi deyəcəm, onsuz ki, bunlara baxarsan rekorddan, vaxt getməsin. Nəsə başqa sualın varsa ver. Yaxşı, baxılmıyorum. Biraz cəld olanda mən 23-ü izah eləyim. Deməli, baxın uşaqlar. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. For i in s. S-ə birbaşa müraciət edin. Yəni birinci 2-ni, sonra 7, 0 belə götürür. İndi bu şərt nə deməkdir? Hə? Hansı elementləri götürəcəm? Elementi sayı birdən çox olanlar götürür. Yəni necə element deyirik ona? Təkrarlanan. Təşəkkür. Təkrarlananları götürür və ST-də yoxdursa. Məsələn, bax birinci i gəlir 2-ni götürür. Deyir ki, S-də təkrarlansın, ST-də olmasın. Baxıram 2 təkrarlanırmı? Hə, təkrarlanır. 2 ST yazırıq. Sonra ST-yə 2-ni əlavə eləyirəm. Sonra 7 silinir orada. Silinmir, sadəcə ST-yə əlavə olunur. Ha. Və məsələn, Yox, hədə ödəmir də o. məsələn, i gəlir 7-ni götürür. 7 təkrarlanmır deyə buna baxmırıq. 0-ı götürür. 0 ST-yə düşür müəllim. Çünki təkrarlanır, ST-də yoxdur, 0 əlavə elədim. 9-a baxıram. 9 Təkrarlanmır, əlavə etdim. təkrarlanmır. İndi gəldim 2 o ST-də var deyə yazılmır orada. Sağ ol. S-də təkrarlanır 2. Amma ST-də axı olmamalıdır. Burada deyir ki, eyni anda ödənsin də. Həm S-də təkrarlansın, həm də ST-də olmasın. İndi S-də təkrarlanır, düzdür, 2 təkrarlanır. Amma ST-də var axı. Yəni mən bu təkrarlanan elementi bir dəfə yazıram. Aydındır Hüseyn? Təkrarlanır deyə bir dəfə qeyd edirəm. Deyir, S-də təkrarlanır. Məsələn, sonra 0-ı götürür, 0 təkrarlanır, amma ST-də var, yazmır. 2 təkrarlanır. Sonra 0 yerinə təkrarlanır, amma yazmışam, yazmıram. Biri yazılır. Təkrarlananı bir dəfə qeyd edirəm. Hə, məsələn, gəldi biri götürdü, bir təkrarlanır. Var, ST-də yox, biri yazdı. Sonra bunları yazmayacaq. Gəldi 4 təkrarlanır. ST-də varmı? Yox. Yəni, bu kodun əslində mənası nədir? S siyahısında təkrarlanıb ST-də olmayan elementlərin hərəsindən birini və yaxud da belə deyək, ST təkrarlanan elementlərin hərəsindən birini ST siyahısına əlavə edir. Aydındır? Bəli. 24-cü sual. Bax, məndən sizə məsləhət. İmtahanda def yazmaq istəyirsinizsə, birinci funksiyanın nə iş gördüyünü tapmalısınız. Funksiya nə işə yarayır?
O funksiyanı müəyyənləşdirəndən sonra yerinə qoyub, yəni əsas funksiyanı bilməlisən də, nə iş görür. Onda təyinat misalı kimidir də, yəni n-ə qiymət verirsən, hesablayırsan ki, gör bu nə iş görəcək. Əslində biz bu kodu çox yazmışıq və bu hissəsi bizə tanış olmalıdır. Blok sxemdə də çox qururuq bunu. Nəyə hesablayır bu? Hı? Birdən n plus 1-ə qədər ədədlərini hasil edir. n plus 1-i alırmı? Yox, almır n-ə qədər. N-ə qədər. Sol. Birdən n-ə qədər ədədlərin hasil. Ona nə deyirik? Faktorial deyirik də. N faktorial. Yəni bu faktorialı hesablayır. Bax, bunu necə müəyyənləşdirəcəm? N-ə məsələn bir qiymət qoyuram. Tutaq ki 4. i dəyişir 1-dən 4 üstə gəlir 1, 5-ə kimi, amma 5-də özünü almır da. 1-dən 4-ə qiymət alır. i gəlir 1-i alır, p olur 1 vur 1. Sonra i gəlir 2-ni alır, p olur 1 vurulsun 2, yəni 2 faktorial. i gəlir 3-ü alır, p olur 3 faktorial. i gəlir 4-ü alır, p olur 4 faktorial. Yəni qaytardığı nə olur? 4 faktorial. Deməli bu faktorialı hesablayır. Biz harda görsək f funksiyasının faktorialı hesablayacağıq. İndi baxıram, gəlirəm bu hissəni, bunu müəyyənləşdirdim. Yəni funksiyanın əsas mahiyyətini bilmək deyən edirəm. Funksiyanı tapdım ki, faktorialı hesablamaq üçündür. İndi gəlirəm, düşürəm aşağı, bura baxıram. Uşaqlar, proqram yuxarıdan aşağı icra olunur, amma funksiya birinci yazılır, funksiyaya sonda müraciət edirəm. Yəni əsas buradan başlayıram oxumağa kodu. Məsələn, s bərabər 0-dır. Biz burada nəyisə cəmlərini yığırıq. Deməli, n bərabərdir int, input, bir ədəd daxil edək. Məsələn, n-ə 4 verək yenə. J dəyişəcək bu dəfə 1-dən 4 plus 1, 5-ə kimi, 5-i almır, 1-dən 4-ə. S bərabər, məsələn, J gəlir 1-i alır, S olur 0 üstə gəl F1, yəni F1 olur. Sonra J gəlir 2-ni alır, bunun üstünə F2-ni gəlir. 3-ü alır, F3-ü gəlir. 4-ü alır, F4-ü gəlir. İndi biz bu funksiyanın mahiyyətini bilirdik də. F funksiyası nə edirdi? Faktorialı hesablayırdı. 1 faktorial, 2 faktorial, 3 faktorial, 4 faktorial. Deməli, faktorialların cəmini tapır. N ədədin faktorialının cəmini tapır. Burada n plus 1 yazsa da n plus 1-i almır. Deməli, 1-dən n-ə kimi faktorialların cəmini hesablayır. Cavab olur C. Aydın uşaqlar. Başa düşdükmü? Başa düşməyən varsa bildirsin. Kiməsə qaranlıq qalırsa desin. Səsiniz çıxmadı. Bunu hə kimi qəbul edirəm. Deməli, 30-a qədər. Buyurun, sualınızı verin. 30-a qədər. 27-yə baxaq da müəllim. Baxaq 27-yə. Nə deyir 27-də? Müəllim, deyirsən sırf bir dəqiqə baxaq. Baxın bir dəqiqə. Yox. Gündüz mənim saatlıdan da deyənə bütün testlərdə saatlı mütləq qeyd edirlər. Müəllim, çığ deyir ki, cavab burada. Bir dəqiqə baxın. Bilmirəm mən. Hə, müəllim, çığdır. İzah Baxmayın. edeyim yoxsa? Hə, müəllim, eləyə bilərsiniz. Tamam. Bax, burada birinci ulduzu çap eləyir. Birinci ulduzu çap elədim. Vergülü gördüm. Gedirəm sepə. Sep nədir? DS. DS-i çap edirəm. Sonra S-yə baxıram. S nədir? Yolu. Yolu çap edirəm. Sonra nədir bu? Burada vergül gördüm. Yenə DS-i qoydum. İndi gəldim buna. Bakıyla saatlı toplayırıq müəllim, yəni bir yazırıq, sonra 4 çıxırıq saatlıdan. Bakı böyüsü olur orada. Burada B nədir? 0, 1, 2, 3, 4, 5. Bunun uzunluğu 6'dır. 6'dan 4'ü çıxsan 2 eləyəcək. Yəni düşür dəqiqə. Mən səhv hesabladım. Len A deyir. Len A, hə, 4 düzdürsən. Len A deyirsə, onda 4 minus 4 0 eləyəcək. B 0 da S hərfidir. Olacaq A, Bakısı, Bakısı. Bəli. Sonra yenə burada vergül görəcəyik, yəni DS. Bir də B-ni, saatlını. Saatlı. Evet, neysə, saatlı. Neysə. Oldu C variantı, hə, C'dir. Aydındır. Başa düşdük yoxsa? Aynen, başa düşdüm, çox sağ olun. 30-a qədər başqa səhv olan var. 29.
29. Niye yazmamışsan ki bunu? Yazmışam, hə, tək. Ne yazmışsan? Böl. Tek olan. Hə, Tersine tək. yazmışsan da indeks Dərsin gəldi. İndeks sücud Hə. özü tək olan elementdir. Baxın uşaqlar, burada nə edir? For i in range 0-dan Lena'ya. Deməli, indeksə görə müraciət edir A siyahısına. Nə edir sonra onu? Deyir ki, bu i indeksdirsə, indeksə görə müraciət edirsə i indeksdir. I nədir? Element. Element. Deməli, nə olmalıdır? İndeksi cüt olmalıdır. İkiyə bölündə indeks cüt. İndeks cüt. Ayı ikiyə böləndə alınan qalıq birdirsə, element Tək. tək. Deməli, cüt indeksdə hər ikisi ödənməlidir deyə cüt indeksdə tək element axtarıram. Cüt indeksdə tək elementləri nə edirəm? B siyahısına əlavə edirəm. K da 0-dan başlayıb 1-1 artırsa, mən sizə demişdim həmişə, əgər şərtdə bu 0-dan başlayıb 1-1 artırsa, bu nəyisə sayır. Yəni, cüt indeksdə tək elementləri sayır. Sam B cəmləyir B siyahısını sonra. K da sayıdır. Cəmli sayı nisbətdə ədədi ortadır. Deməli, cüt indeksdə tək elementlərin ədədi ortasını tapır, çap edir. Sonra uşaqlar 30-a qədər başqa var. 30 özü müəllim. 30. 30 maraqlı misaldır və diqqət eləməliyik ki, burada indekslər çapac edir. İndekslərdə çap olunan. Baxın, for i in range 0-dan len minus 1-ə müraciət olunur. Len a minus 1-də, yəni n minus 1, len a minus 1-də elə. Deməli, burada i'lər indekslərdir və print i, indeks çap olunur. Avtomatik a-nı B-ni çıxıram, hətta 0, 1, 2, 3, 4, 5, 6. Yeni də çıxıram, 7-ci indeks yoxdur. C-lə D variantı qalır. İndi gəlib baxaq bura. N bizdə nədir? N bizdə 7-dir. I dəyişir 0-dan 6-ya kimi. Deməli, 6-nın özünü almır. 0-dan 5-ə dəyişəcək. I gəlir, məsələn, 0 alır. Baxır, A0 kiçikdirmi? A1-dən. A0-ın 3-dür. A1-in mənfi 1-dir. Kiçikdirmi? Yox. Şərt ödənmədi. Keçir növbəti addımda i1 alır. A1 kiçikdirmi A2-dən? A1 mənfi 1-dir. A2 5-dir. Şərt ödəndi. i-ni çap edir. i1-dir, 1 çap olundu. Sonra i gəlir, məsələn, 2-ni alır. A2 kiçikdirmi A3-dən? Artıq cavab çıxır. D variantıdır, 1 çap olundu. Deməli, A2 5-dir. 5 kiçikdirmi? 7-dən A3-dən. Hə, yenə şərt ödəndi. I çap olundu 2. Sonra i gəlir 3-ü alır. A3 kiçikdirmi? A4-dən. 7, 0 ödəmədi. I gəlir 4-ü alır. A4 kiçikdirmi? A5-dən. 4 mənfi 2 ödəmədi. I gəlir ən sona 5-i alır. A5 kiçikdirmi? A6-dan. Mənfi 2 kiçikdirmi? 2-dən. Şərt ödəndi. I çap olunur. 5 çap olunur. 1, 2, 5 çap olunacaq. Aydındır. Xeyr, mənim tam aydın olmadı. Harası? Zəhmət olmasa izah edərsiniz. Yaxşı, yaxşı. Bəlkə sürətlə danışdım. Baxın, bir də deyirəm, diqqətli olun. Bu variantlar Proqramı belə oxuyanda çıxır ki, yəni artan ardıcılıq özündən sonrakı ədəddən əgər kiçikdirsə, həmin indeksdəki indeksi çap elə. ondan sonrakı yox, ondan sonrakı yox da. Özündən sonrakı hə, böyük olarsa, sən deyirsən kiçik olarsa, özündən sonrakı böyük olarsa həmin indeks. Həmin indeks özündən sonrakından kiçik olarsa, eyni şeydir. Amma elə deməmişdin, hər nəysə. Hə, la belə olsun. O elə olanda nə verir? Nə verir? Mənfi 1-dir. İndeksin özünü çap edir. Mənfi 1 indeks var. Deyirəm, yəni mənfi 1-in indeksi, müəllim. Hə də mənfi 1-in indeksi 1-dir də. 1. Hə də mən onu cavab bilirəm də, onu da deyirəm 1, 2, 5. 2-dir, bir də 5. Müəllim, mən indeksi çap eləməmişəm. Birbaşa rəqəmin özünü çap olmuşam. Nəysə, bir də izah edeyim. Başa düşdüm nə eləmişəm, amma burada Elə ki, birbaşa siyahıya mənimsətmişəm də, range-ə vurmamışam. Bildim.
Burada diqqətli olun. İndeksə müraciət edirsə, print i indeksin çapı deməkdir. 0, 1, 2, 3, 4, 5, 6. Özü də müsbət indekslərdir. Çünki addım qeyd olunmuyor. N bizdə nədir? N 7-dir. Uzunluq 7-dir. I dəyişir 0-dan 7 minus 1 6-ya kimi. 6-nı almır, ən son 5-i alacaq. Baxın, gəlir, i gəlir, 0-ı alır. Qoyuram bura, eləyir A 0. Kiçikdirmi? İ'yə 0 verdim də A 1-dən. Baxıram, A 0-ım 3-dür. A 1-im mənfi 1-dir. Kiçikdirmi? Yox. Keçirəm növbəti addımda i 1-i alır. A 1 kiçikdirmi? A 1 üstəgəl 1, 2. A2-dən. Baxıram, A 1-im mənfi 1-dir. A2 5-dir. Mənfi 1 kiçikdirmi 5-dən? Hə. İ'ni çap edirəm. Print i. 1 çap olundu. i gəldi, içini aldı. Burada işarəliyim. İçini aldım. A2 kiçikdirmi? Özündən sonraki A3-dən. A2 5-dir. A3 7-dir. Şərt ödənir. İ'ni çap eləyir. 2 çap olundu. Sonra i gəldi 3-ü aldı. A3 kiçikdirmi A4-dən? Baxıram A3 7-dir. A4 0-dır. Ödəmədi. i gəldi 4-ü aldı. A4 kiçikdirmi A5-dən? A4 0-dır. A5 mənfi 2-dir. Yenə ödəmədi. i gəldi ən sonda 5-i aldı. A5 kiçikdirmi A6-dan? Mənfi 2 kiçikdirmi müsbət 2-dən? Hə, şərt ödəndi. İ'ni çap elədi, 5 çap olundu. 1, 2, 5 çapa gedir. Aydındır. Sən başa düşdün tam? Bəli, bəli. Tam başa düşdüm. 40-a qədər uşaqlar suallarınızı qeyd eləyin. 40-a qədər. Yoxdur sual. 39. 39-a qədər var. 32. 32. Deməli, deyir ki, bax A'ya müraciət elə. A'ya müraciət elə uzunluğuna görə. İndeksə görə müraciət edirəm, daha doğrusu. Götür elementi, yoxla gör B-də yoxdursa, onu dəyiş 2 misli ilə. Yəni, kodun mahiyyəti budur, nədir? A-da olan, B-də olmayan elementləri 2 misli ilə əvəzlə. Bax, məsələn, 5-i əvəzlə 2 misli ilə 10, 4 var, 3 var, 2-ni əvəzlə 4-lə, 4 var, 1 var, 0-ı elə əvəzləsən yenə 0. 6 məsələn B-də yoxdur, onu əvəzlə 12. Yəni, A-da olub, B-də olmayan elementlərin 2 mislini tapır. Belə deyək, məsələn, yazaq. Hansı sual idi o? Bax, məsələn, gəlir götürür 0, 1, 2, 3, 4, 5, 6, 7. i gəlir birinci 0-ı götürür. B nöqtə count A0 bərabərdirmi 0-a? Yəni, baxıram ki, A0 nədir? 5-dir. B-də 5 yoxdursa, deyir, baxıram ki, yoxdur. A0 bərabər olsun, A0 vurulsun 2, 10-a. Siyahı da dəyişir axı. A0-ı dəyişir edir 10. Növbəti addımda i gəlir 1-i alır. B count A1. A1 bizdə nədir? 4-dür. 4 bərabərdirmi 0-a? Baxıram ki, B-də 4 var. 0-a bərabər deyil. Bu B-də olmasa deyir də. Yəni, B-də olmasa. A-dan götür, B-də yoxdursa, vur 2-yə, A-da əvəzlə deyir. i gəlir, məsələn, 2-ni alır. B nöqtə count A2, 3. B-də 3 var. Yenə şərt ödəmədi. i gəlir, sonra 3 alır. i gəlir, 3 alır. B nöqtə count A3. A3-də 2-dir. 2 B-də yoxdurmu? Var. Yenə əvəzləmədi. i gəldi 4-ü aldı. Məsələn, 4-də 4 yerləşir. B nöqtə count 4 bərabərdirmi 0-a? Baxıram ki, yox, 0-a bərabər deyil. Sonra yenə gəldi 5-i aldı. B nöqtə count A5. A5 nədir? 1. 0-dırmı? Yox, var. i gəldi 6-nı aldı. B nöqtə count A6. Yəni 0 bərabərdirmi 0-a? Hə, şərt ödəndi. A6 bərabər oldu. A6, yəni 0 vurulsun 2, yenə 0 elədi, amma dəyişmədi, nəticə 0. Ən sonda i 7-ni alır. B nöqtə count A7, 6 bərabərdirmi 0-a? Hə, B-də 6 yoxdur. A7 bərabər olur. A7 vurulsun 2, 12.
Bunu da əvəz edir 12 ilə. Yəni kodun mahiyyəti odur. A-da olsun, B-də olmasın. Onların içini misli ilə əvəzlə. Bu da nə olacaq? Cavab olacaq. Yox, hə, deyil. Bunu eləməmişəm. 2 əvəzləmə yadımdan çıxıb burada. Bax, burada B.count 2. Bu bizə 0 verir. Axı B-də 2 yoxdur. Ona görə A 3-ü dəyişib eləməliyəm. 2 vur 2, 4. Bunu eləməmişəm. 4 olur. Başa düşdük? Bəli. Sonra uşaqlar 39-a qədər səhv varsa buyurun verin. 39-a qədər 34 müəllim. 34. Deyir M siyahısından götürüb 1-1. Bu şərt nə deməkdir ay İslam? Müəllim böləndə qalıq 0 olsun. 3-ə və 2-yə böləndə qalan. Yəni o nə deməkdir? Həm 3-ə, həm də 2-yə bölünən ədəd 6-ya bölünür İslam. Bəli, tamam. Yəni 6-ya bölünən ədədlərdə, məsələn, K bax, M-dən 1-1 götürəcək. Məsələn, birinci 2-ni, sonra 4-ü, 9-u. Hər iki şərt ödənəndə doğru olacaq da əndlə birləşib. Həm deyir 3-ə bölünsün, həm də 2-yə bölünsün. Yəni 6-ya bölünüb. Bir burada ödənəcək, bir burada ödənəcək. Yəni K bərabər 6-nı alanda şərt ödənəcək. S bərabər olacaq 10 minus 2 vurulsun 6 eləyəcək mənfi 2. Bir də K bərabər 12 olanda yeni şərt ödənəcək. S bərabər olacaq artıq mənfi 2-dir. Çıxacaq bundan 2 vurulsun 12 mənfi 26 alınacaq. Aydındır? Ondan başlamışdı. Bəli müəllim. Sonra uşaqlar 35 də var, daha izah elədiniz aynı şey. burada 3-ə bölünənləri bir dənə bizə də 6-da ödənir bu şərt. 9 çıxılsın, 2 vurulsun 6 mənfi 3 eləyir. Sonra uşaqlar 39-a qədər deyin, bütün səhvlərinizi deyin. 39-a qədər səhv yoxdur indi. Gəldi 39-a. Müəllim 39-un özüdür. Bildim. 39 sən vermişsən elə. Deməli 7, 1, 5, 9, 8, 5. Bu sətr tipinə çevrildi. Sətr tipindədir. 0, 1, 2, 3, 4, 5. Birinci 3-ə qədər 1 götürür. 7, 1, 5 sətr eləyir. Üstünə gəlir 2-dən sonuncu indeks seçimində 1 götürür. Bax buranı. Sonuncu indeksin özünü almır da. 5, 9, 8-i götürür. 5-i almır. Sonuncunu almır axı. Olur 7, 1, 5, 5, 9, 8 sətri. Sonra bunu intə çevirir burada. Olacaq 715.598. Üstünə gəlir. İndi gəlir. Orada niyə STS yazıb yenə bir də? Hə? Orada bir də STS yazıb. O problemli bir şey deyil. Nə olacaqsa yaza da bilər də. Əslində STR tipidir onsuz da, sətr tipi. Yaza da bilər, yazması da düz nəticə verir. İndi gəldik əsas məsələ burada mötərizələr fikir verir. Bax birinci burada nə edib? Ədədi intə çevirib. Yəni 715.598-i vurub 2-yə. Bu da nə eləyəcək? 14.000 neçəsə eləyir də. O yox, 1.400.000 neçəsə. Yəni 7 rəqəmli bir ədəd olur da, hə? Bura olur 7 rəqəmli ədəd. 7 rəqəmlidir. Düzdür. Burada, yəni bu vurandan sonra, uşaqlar vurandan sonra 14 milyondan yuxarı ədəd alınır. Yox, 1.400.000-dən nəysə, deyincə yazılı denəm. 715.598 vurulsun 2. 1.431.196 və bu onu verdi. Sonra onu sətrə çevirir. Uzunluğunu tapır. Bu uzunluq bizə nə verdi artıq? Bu hissəsi. Bu mötərizə bizə nə verdi? 7 verdi. Onu da 2-yə vurur, eləyir 14. 14-ün üstünə bunu gəlir. 2, bir yadda,
1 yatdı 6, 5, 1, 7. Cavab olur C variantı. Baxın Mən görün, 12 demişdim. baxın görün düz, yəni başa düşdünüz? Düzdür. Bəli, düzdür. Düz olmağı bilməmək çalışdım. Yəni başa düşdünüz mən əsas odur. Başa düşdünmü? Bəli. Bəli. Tamam. Sonra 51. 40 da mənim izah edərsiniz. 40 var mənim. 40'a baxaq. Birinci sort olunur. Sort nə edir? Kiçikdən böyüyə doğru düzür. Kiçikdən böyüyə doğru düzdür. 2, 4, 5, 8, 11, 14. Sonra reverse olundu. Reverse nə elədi? Tərsinə düzdür. 14, 11, 8, 5, 4, 2. Len A. Len A neçədir bizdə? 1, 2, 3, 4, 5, 6. 6. 0 kiçikdirmi 6-dan? Hə. Del A0. 0, 1, 2, 3, 4. Bunu gərək o tərəfdə yazım. Çünki baxıram uzun gedəcək. Gözləyim. Attım metre eləyim ki. Deməli, buradan baxaq. Burada sortdan sonra... Mən kitabı kölgələndirmə veriblər bu rəqəmlərə. Necə? Kitabdakı bu PDF-də rəqəmlərə kölgələndirmə veriblər. Yox. Sonra PDF Var olanda atın. olsa. PDF olanda olsa deyilənçin olur da. Kağızdan şəkillə çevirirlər. Şəkillə skan nədir o proqram var. Onunla eləyirlər. Ona görə belə düşür də. Ya bilmirəm, adı PDF bəlkə skannerlə eləyiblər, nə deyim. Deməli, baxaq. Nəyə baxırdıq? Yadımdan çıxdı. Hə. Burada sort olunandan sonra reverse olunur. Tərsinə düzürük. Ümumiyyətlə, sortdan sonra reverse olunur. Birbaşa da yaza bilərsiniz. Əksinə, yəni böyükdən kiçiyə doğru düzür də. 14, 11, 8, 5, 4, 2. İndeks deyirəm 0, 1, 2, 3, 4, 5. Birinci 0'dır. 0 kiçikdirmi 6-dan? Hə. Del A0. A0'ı silir. İndi 0-cı indeksə 0'ı əlavə edir. Yəni buraya əlavə edir 0'ı. Aydındır. Baxın. A.insert i0'da 0-cı indeksə 0'a. Bu indeksi bildirir. İndeks. Bu elementdir. 0-cı indeksə 0'a əlavə et. Sonra i1 vahid artır olur 1. Növbəti addımda 1 kiçikdirmi 6-dan? Hə. Şərt ödənir. İndi del A1. 1'i silir. Birinci indeksdəkini silir. Birinci indeksə 1'i əlavə edir. Olur 1. Sonra i1 vahid artır olur 2. 2 kiçikdirmi 6'dan? Hə. İkinci indeksi silir. Del A2. İndeksə görə i2'dir də. İkinci indeksi silir. İkinci indeksə 2'ni əlavə edir. i1 vahid artır olur 3. 3 kiçikdirmi 6'dan? Hə. Del A3. A3'ü silir indeksə görə. Üçüncü indeksə 3 əlavə edir. Olur bura 3. i1 vahid artır olur 4. 4 kiçikdirmi 6'dan? Hə. Dördüncü indeksi silir. Dördüncü indeksə 4'ü əlavə edir. i1 vahid artır olur 5. 5 kiçikdirmi 6'dan? Hə. 5-ci indeksi silir. 5-ci indeksə 5'i əlavə edir. Və i olur 6. 6 kiçikdirmi 6'dan? Yox, dövr sonlanır. Düzgün cavab olacaq Y variantı. Aydın İslam. Başa düşdünmü? Bax bu hissəsin. Hə? Bəli. Dəqiq. Bəli, başa düşdüm. Heç olmaz. Yaxşı. Sual soruşmayanlar var ha. Soruşun, sual verin. Neçədəydi? 40'da. 50'ye qədər səhv varsa deyin. 42. Başqa? 42'dən başqa? Yoxdur. Yaxşı. Deməli, for i in res. Siyahıya birbaşa müraciət edir. Deyir ki, əgər götürdüyüm bu i bütün hərfləri kiçikdirsə, onda böyük hərfə çevir, əlavə edir. Məsələn, m, t götürür, əksi kiçikdir, böyük m, t-ni əlavə edir B siyahısına. Sonra s-dını götürür, əks halda s-dının bütün hərfləri kiçikdir, s-dını əlavə edir. Kiçik hərflərlə, böyük olduğu üçün böyüyünü kiçiylə, kiçiyi böyüklə əvəz edir, deyilmi?
Kiçik hərflərdən əlavə edir siyahı. Sonra bu K-lıdır. K-lıdır yoxsa K1? Bax bunun 2 cürdür. Bu əslində testdə verməməlidirlər. Uşaqlar da mən özüm çalışıram. Uşaq nə tər çalışmalı. Deməli bax burada əgər bunun başı aşağıdırsa biraz, bu 1-dir. Bir də var belə olan. O belə olan l-dır. Belə olan. Bu biraz aşağıdır. Elə bil aşağıdır. Bu 1-dir onda. Bunun üçün deməli bu l kimi veriblər onda. Ha, bu deməli. Cavab verir. Yox. B'dir. Cavab B'dir. Ha, B'dir. Onda bizim test bankda var bir dənə sual bununla oxşar. Orada çünki şeydir. Bax bir bir dənə. B əgər 1 olsa o cür çıxmır. B olsa burada bu şərt ödənir. K böyüyür, o 1 qalır da. Deməli fərqi görün deyə istəyirəm. Məsələn, A sətri daxil edirəm. K1. Yazıram ki, A nöqtə lower bərabərdirmi A-ya? Doğrudur. İndi deyirəm ki, məsələn, A nöqtə upper elə bunu. Hamısı kiçik olduğu üçün. Görürsünüz, K böyüyür, o 1 qalır da. Bunu demək istəyirəm. Deməli, burada l-dır. Amma bizim test bankda var bir dənə belədirsə sual. Əgər bir damcı əyridirsə o 1-dir, bir damcı belədirsə, yəni l-dır. Bu deməli l-ymış. Yəni mən səhv görmüşəm, hər neysə. Deməli, hər ikisi kiçik hərfi olduğu üçün bunu böyüklə əvəz edir. Burada da hər ikisi böyük olduğu üçün bunu da kiçiklə əvəz edir. Cavab olur B. Aydındır, Ağa Rıza. Bəli, müəllim. 49-a qədər başqa səhv. Necə? 44 var. 44. 44. Deməli, res siyahısı verilib. Res siyahısı funksiyaya ötürüb. Bax, bunun yerinə yazılıb. Deməli, burada x-in yerində duran nədir? Res siyahısıdır. Yəni, bax, buraya ötürülən x 3, 4, -5, 0, 8, 7-dən ibarət bir siyahıdır. I 0-dır. J gəlir birinci 3'ü götürür. Siyahıdan x'dan. X siyahıda 3 alır. I bərabər olur. 0 üstə gəl 3. 3. Sonra J 4'ü alır. İ'nin üstünə 4'ü gəlir. J gəlir -5'i alır. Üstünə -5'i gəlir. Sonra J gəlir 0 alır. Üstünə 0'ı gəlir. Yəni elementlərini toplayır da 8'i alır. 8'i gəlir üstünə. 8'i gəlir. Ən sonunda da 7. Bu elementləri toplamaq üçün istifadə olunur. Aydındır? Bəli, o. 2, 17 edir cavab. Siyahının elementlərini cəmləyir. Sonra 45. 45. 45 əbumun funksiyasıdır. Əbumun tapılması üçün istifadə olunur. Bax, deməli, def f a b deməli a b 16 36 f 16 36 f ötürülən budur. Deməli a 16'dır uşaqlar. B 36'dır. 16 fərqlidirmi 0'dan? Hə, hər ikisi eyni anda 0'dan fərqli olmalıdır. 36 fərqlidirmi 0'dan? Hə, hər iki şərt ödənir. Nə qədər ki A'sı B'si 0'dan fərqlidir. İndi baxıram, A böyüdümü B'dən? Yox, düşünürəm. B bərabər olur. B-ni A'ya böləndə qalıq isə 36'nı 16'ya bölsəm 4 qalıq qalır. 2 dəfə düşür 32, 4 qalıq qalır. İndi A oldu elə 16, 16 fərqlidirmi 0'dan? Hə. B dəyişdi oldu 4. 4 fərqlidirmi 0'dan? Hə, hər iki şərt ödəndi. 16 böyüdümü 4'dən? Hə, bu dəfə A bərabər oldu. 16'nı 4'ə böləndə qalıqsı 16 da 4'ə tam bölündüyü üçün 0 qalıq qaldı. 0 fərqlidirmi 0'dan? Yox, artıq bir dənəsi onsuz da 0 olsa kifayətdir. Sonlandı. Return oldu A üstə gəl B. B'nin qiyməti 4 idi. A'nın ən son qiyməti 0'dır. Cəmlədi, return olundu 4.
Cavab olacaq 4. Deməli, həqiqətən də, bax, 16, 4 vur 4-dür, 36, 4 vurulsun 9-dur. Deməli, əbobları 4-dür də həqiqətən. Bu funksiya əbobun tapılmasının bir başqa yoludur. Aydın uşaqlar, bölmə qaydası, F-nin alqaritmi 2 cürdür. Bir bölmə iləndir, bir çıxma iləndir. Bu bölmə ilə olan üsuludur. Sıfırdan fərqli olduqca bölürük. Aydındırmı? Hə, Hüseyin başa Bəli, düşdü. bəli, aydın. Sonra 46. 46. Deməli, sıfırdan Lena'ya kim dəyişir? Lena 3'dür. İ gəlir birinci 0, 1, 2 alacaq da. İ gəlir birinci 0 alır. A 0 bərabər olur. A 0 üstə gəlilsin 0'a. Yəni A 0 1'dir. Üstünə 0 gəlir. Elə edir 1. A 0 dəyişmədi. Oldu elə 1. Sonra i gəlir 1 alır. A 1 bərabər olur. A 1 üstə gəl 1. A 1 2'dir. 2'nin üstünə 1 gəlir. Edir 3. A 1'i dəyişir. Edir 3. Sonra i gəlir 2'ni alır. A2 bərabər olur. A2 üstə gəl 2'yə. A2 3 O da 5. Beş. Olur 5. Aydın arıza. Bəli. 49'a qədər başqa səhv yoxdur ki. Varsa soruşun. Bütün səhvlərinizi soruşun uşaqlar. Mənim işim bu dostda. Sizə izah eləmək. Başqa səhv yoxdur. Baxın, fikirləşin. Qalmadı ki səhviniz. 50'yə yararlanmışıq testi. Yoxdur, yaxşı. Deməli, burada bir A siyahısı verilib, bir də B siyahısı, A sətri və B sətri verilib. İ dəyişir 0'dan len A'ya kimi. Deməli, A'nın uzunluğuna kimi. 1, 2, 3, 4, 5, 6. 6'ya kimi, yəni ən son 5'i alacaq da. Lap indeksləsək 0, 1, 2, 3, 4, 5. Bu 6'ya kimi dəyişir. İ 0'dan 5'ə qədər dəyişir. Deməli, cüt indekslərə baxıram burada. Bax, indeksə görə müraciət edin. Cüt indekslər hansılardır? 0, 2, 4. Cüt indekslərdəki element, deyir ki, cütdə ya i'si cüt olsun, ya da B'də olsun. 0'dan fərqlidirsə, count, deməli, B'də olsun, ya da cüt indeksdə yerləşsin. Onları S-də cəmləyirik. Deməli, gəlin baxaq, bu ardıcıl icra eləyim əməliyyatları. Deməli, Ctrl Z bir basılı qalıb, nə olubsa. Çıxım təkrar daxil. Başı qaçdı. Deməli, birinci i gəlir, 0 alır. Cüt indeksdir. Cüt indeksləri cəmləyirəm onsuz da. S bərabər olur. A0 gəlirəm üstünə. A0 gəldi, mənə də A simvolu. Sonra i gəldi. I gəldi, 1 aldı. Bir tək deyil. İndi baxıram bura. Deyir ki, B'də olsun da, A1 B'də olsun. A1 nədir? B'dir. B-B'də varmı? Hə. S olur, A, B. Sonra i gəlir, 2'ni alır. 2 cütdür deyənə, onsuz da S-in üstünə gələcəm. İkinci indeksdə yerləşən S-ni. I gəlir, 3 alır. 3 alanda baxıram. 3'də nə yerləşib? D yerləşib. B'də yoxdur. Onda onu gəlmirəm. B'də olanlar gəlməli. I gəlir, 4'ü alır. 4 cütdür deyənə, onsuz da yeni gələcəm. S olur, A, B, C, Y. I F-i də gəlir, gəlmir. sonra 5. 5 də olmadığı üçün, A, S gəlmirəm. Olur, A, B, C, Y. Aydındır mı? Kimin sualıydı bu? 49 Tunarı neydi deyəsən? Başa düşdük mü? 50'ye baxaq da mən. Necə? 50'ye baxaq da. Həliyə baxaq.
Nə istəyir bizdən? Tək olsa və 4-dən böyük təkdirsə, onun əvəzinə deyir, bircə dəfə ödənir də bu. İndeksə görə müraciət eləyir, amma deyir ki, element özü tək olsun və 4-dən böyük olsun. 4-dən böyük tək 5 olur da. budur. Bunu da deyir neynə? Mənfi 5 Mənfi vur ilə. əvəz elə. Mənfi 5 olacaq da bunun yerinə bir dənə. 2, 6, Y variantı. 8, mənfi 5. Hə. Aydındır. Bəli. Bəli. Sonra 60-a qədər uşaqlar. 60-a qədər. Necə? 52. 52. 52. 51. Biraz bəşdiyini valla mən eşitmirəm. 51-ə baxırıq ağrıca. 54 dedim. 54, hə. 52, 54. Baxaq. Hə, bu misal maraqlı misaldır. 52. Bir şey yadda saxlayın ki, uşaqlar, siyahı dəyişə bilən tipdir. Həmişə bax, siyahı dəyişə bilən tipdir. Burada siyahının maksimumu hal-hazırda nədir? Hal-hazırki vəziyyətdə 10-dur. Deyir ki, gördün element maksimumdur, onu minimumdan əvəz edir. Minimumu nədir? 3-dür. Məsələn, baxıram ki, 10-dur, onu nə ilə əvəz edəcəm? 3-lə. Sonra 4 maksimumdur. 3-lə. Yenə 10-dur, 10 maksimum olduğu üçün bunu da əvəz edirmişəm. Sonra baxıram 6 maksimum deyil, 3 maksimum deyil. İndi gəldim bunu əvəz elədim 3-lə. Artıq siyahı dəyişdi də. Artıq bu siyahıda maksimum nədir? 6. 6. Növbəti dəfə mən baxacam 6-dır, bunu da əvəzləyəcəm. Onlar da 3 eləyəcək. Bəli. Başa düşdünmü? Hə Hüseyn? Bəli. Dəqiq Hüseyn. Bax bunlar düşür, çaşdırıcı misaldır. Harda maksimum deyir görürsən, onu minimumdan əvəz elə. Uşaq da götürür, bütün onları 3 eləyir. Sonuncu 6-nı 3 eləmir. Amma əslində o da çevrilməlidir. Niyə? Çünki axı buradan sonra və bura gəldin çatdın. Deməli. Axıra kimi getməliydi orada mən. Bəli. Əlbəttə. Onsuz da len B verib, len A verib, fərqi yoxdur onda. Hə. Deməli, bizim hal-hazırda, bax bu siyahıya baxıram. Maksimumum 10-dur. Sadəcə siyahı dəyişə bilən tipdir. Dəyişir. Yəni sən onu burada əvəzləyirsən. Əgər deyir götürdüyün element maksimumdursa, onu minimumdan əvəz elə. Məsələn, götürdü, birinci elementə baxdı 10. Nədir? Maksimumdur. Bunu əvəzlədi minimumdan. Bu oldu neçə? 3. Növbəti addımda gəlir bura baxır. Maksimumdur mu? Yox. Keçir buna baxır. Maksimumdur. Hə, bir gedirdi özləri. Bunu da əvəzləyir minimumdan. 3-lə. Bu da olur 3. Növbəti addımda buna baxır. Maksimum deyil. Buna baxır. Maksimum deyil. Gəldi buna baxdı. Maksimumdur. Əvəz elədi bunu da. Deməli 3-lə. Bunu da əvəzlədi 3-lə. Bu da olur 3. İndi növbəti addımda buna baxmalıdır. Artıq siyahıda maksimum nədir? 6. Maksimumu dəyişdi oldu bunun 6. 6-nı da gördü. 6 maksimum olduğu üçün bunu da əvəzlədi 3-lə. Harada maksimum var, onu da minimumdan əvəzlədi. Tam başa düşdük. Başa düşməyə yoxdur. Yaxşı. 60-a qədər 54 dedin də sən. 54. Bəli. Daxil olan, burada daxil olan, klaviaturada input buradadır. 6-nı daxil edin. SM 6. SM yəni 6 bura ötürüldü. Bunu da heç bura baxmasaq, bu adi qaydada işlədiyimiz şeydə 6 üçün, yəni x6 verib işləyəcəm. S1-dir, i də 1-dir. 1 kiçik bərabərdir 6-dan. Hə, S oldu 1, 1 vur 1. I oldu 2. 2 kiçik bərabərdir 6-dan. Hə, S oldu 2, 1 vur 2, 2. I oldu 3. 3 kiçik bərabərdir 6-dan. Hə, S oldu. Faktoriyalı hesablayırıq. 2 vurulsun 3, 6. I oldu 4. 4 kiçik bərabərdir 6-dan. Hə, S oldu 6 vur 4, 24. I oldu 5. 5 kiçik bərabərdir
6'dan S oldu 24 vur 5 120 I oldu 6. 6 kiçikdir bərabərdir 6'dan S oldu 720 I oldu 7. 7 artıq ödəmədi şərti S return olundu. Cavab oldu 720. 6'nın faktorialını qaytardı. Aydındır. Bəli. Sonra soruşun 60 var müəllim. 60'a qədər 56. maraqlı misaldır bu da. Deyir ki, əgər element 5'ə bərabərdirsə, əvəzli onu 0-la. 0-la bərabərdirsə, əvəzlə 5-lə. Əks halda boş bir sətirlə. Boş bir sətirlə əvəzləmək elə silmək kimi bir şeydir də. Bax, birinci bunu siyahıya çevirir, list olur. 5, 0, A, B, 0, 5, 1, B, 0. Deyir, harda 5 görürsən, 0 elə. 5'ləri 0 eləyirəm. 5'ləri 0. Harda 0 görürsən 5 elə. Əgər götürdüyün element 0'dırsa onları 5 elə. Və harda yəni əks halda nə 0 nə 5 deyilsə onları boş bir sətirlə əvəzləyir. Bunları boş bir sətirlə əvəzləyir. Bunu da. Nə olacaq? 0, 5, 5, 0, 5. Bağlanır. Aydındır. Bax burada 5'ləri 0-la əvəzləyirəm. 0'ları 5-lə. Bunları silirəm. Bu 5, bu 0. Bunları sildim. Bu da 5. 5'ləri 0, 0'ları 5-lə əvəzlədim. Aydındır mı Hüseyin? Bəli müəllim. Sonra başa düşməyəndə təkrar soruşun ha uşaqlar. Sən neçə dedin? 60. 60. 60'a qədər. 58 müəllim. 58. 09. Deməli, M nəyə bərabərdir? Minimum, bu minimumu nədir? 2. Maksimumu nədir? 190. Yəni 3 vurulsun 2, üstəgəl 2 vurulsun 190. 6 üstəgəl 380 edir 386. Bu hissəsi bizə nəyi verir? Baba bu hissə. Rəqəmlərinə parçalayır mən. Sol ədədi rəqəmlərinə parçalayır. Yəni K birinci alacaq 6'nı, S olacaq. Rəqəmlərin cəminin 2 mislidir bu. 6 vur 2, 12. Sonra K alacaq 8'i, S olacaq 12 üstəgəl 16, 28. Ən sonunda da K 3 olacaq, S olacaq 28 üstəgəl 6, 34. Cavab olacaq C. Aydındır mı? Bəli. Sonra 59. Bəli. Bu misal nəyə fikir verməliyik? Burada N'in dəyişməyinə. Bəlkə N'in dəyişməyini götürməmsən sən. Ola bilər. Ola bilər. Deməli, burada input ədəd daxil olunur. Sonra STR çevrilir. Yəni 6, 7, 8 niyə belə işləyir bu gün? 7, 8, 9, 0, 4, 3, 2. İndeksləyirəm bunu. Çünki sətrə çevrilib. 0, 1, 2, 3, 4, 5, 6, 7. Len N neçədir? 8'dir. 8 böldüm 3'dən. Bu şərt ödənir. N artıq bərabər olur 1'dən 4'ə kimi. 7, 8, 9'a. Bəli. Sonra bu ödəndiyi üçün biz bunun LC-sinə baxmırıq. İndi keçdik bura baxırıq. 789 da artıq N'in bu qiymətini unuduruq ha. Burada mənimsətmə var. N'ə mənimsədilən 789 sətridir. 789 böldüm 350'dən. N olur 1'dən 3'ə kimi 0, 1, 2. Bu hissəni götürür. N olur 89. 89 cavab olur D. 78 tapmışdım. Bəli. Əvəzlənir. Sonra 60 elə bir var idi deyəsən. Yoxsa
Yoxdur ki. 63. 60. Deyil. Demişdim nə var? Hə, 60 Koderada da var bu sual. Tamam, onlar sizdən götür, siz onlardan. Gündüz mənim dimi yazarlarına da yəqin ki verir də, o sualı verir. Çoxsu burada bəzi suallar var ki, sırf onun dəsti xəttidir. Axırlarında olan suallar. Mənim xalam qızı gündüz mənimlə patov yoldaş olur. Nə yaxşı, nə gözəl. Çoxlar. Xalan qızla niyə qoşulmamısan onda? Mənim xalam qızı riyaziyyat müəllimdir. Riyaziyyat müəllimdir. Hə, Gündüz müəllim də riyaziyyat informatikanı qurtarıb. Deməli, Qoşulmuşam, onun yanına hazıra gedim riyaziyyatdan. deməli, baxaq 0, 1, 2, 3 indeks deyirik. Deyir ki, əgər A1 indeksdə 0.5 ikinci dərəcədən kök alıram da 300-dən kiçik olarsa 100-ün üstü kök altında 3-cü dərəcədən də. Bu təbii ki, yəni şərt ödənmir. İndi bu təqribi kök almanı bilməyən varsa izah edeyim. Yəni qüvvətləri yüksəldirik, bərabərləşdiririk də kök altına. Hə, elə edirsiniz. Bu onda gərək 6-cı dərəcədən qüvvətə yüksəldəsən axı. Nəyəsən? Demək o işinə baxanda bilmiyorlar da kök 300 daha böyükdür. O heç o bilinir. Vəbşə edirəm ki, yəni təqribi kök ala bilirsinizmi? Bəli. Bax, məsələn 3-dən kök 300-dən kök alıram. 300 alır, hər nəysə. 300-dən kök alıram. 300 hansı köklərin arasında yerləşir ona baxıram da. 16 ilə 17, 17 ilə 18. 17 ilə 18. 17, hə, 289-dur kök altında. 18 324-dür. Hə, düz deyirsən. 17 ilə 18 arasında yerləşir. Burada int verir deyənə, bu bizə onda 17 verəcək. Çünki 17 ilə 18-in arasında yerləşirsə, haradasa 17 tam neçəsə düşür. Tam hissəsini götürdüyüm üçün bu olur 17. İndi 3-cü dərəcədən 100-dən kök alıram. Bu nə ilə nə ilə? 5. 64 ilə 125 arasında yerləşir. Bəli, 3-cü dərəcədən kök alsam bunlardan 4 ilə 5-in arasında yerləşir. Bu da interyerinin 4 verir. Hə, bu da 4 verir. 17 4-dən kiçik deyildiğinə bunu icra edirəm. A1 bərabər olur int A3 50-dən kök alıram 2-ci dərəcədən tam hissəsini götürürəm. 50-dən kök alsam neçə düşəcək? 7. Hə, 7 tam neçəsə düşür. Bəli, int tam hissəsi bizə 7-ni verir. A1-i çapa verir, sonra 7 olur düzdür. Aydındır? Evet. Sonra neçəyə baxırıq? 70 61 70 aralığı. 63. 63-ə qədər 62. 62. Deməli, funksiya əgər x cüt olarsa, üstünə 1 gəlib qaytarır. Əks halda tək olarsa 2-yə vurub qaytarır. Siyahıya birbaşa müraciət edir. Məsələn, i gəlir birinci 11-i götürür. Bax, bu hissəyə baxıram. Bu mənə nə verir? i 11-dir də. 11-i 10-a bölsəm, qalığı 1-dir. 11-i 10-a bölsəm, tamı 1-dir. 1 üstə gəl 1, 2-dir. Deməli, F2-ni əlavə eləməliyəm S siyahısına. F2 nə verəcək? F2-yə baxsam, x cütdür də. Cüt olduğu üçün bu mənə nə verəcək? X üstə gəl 1. 3-ü qaytaracaq. F2 olacaq 3. Yəni S siyahısına əlavə olacaq 3. Növbəti dəfə i gəlir alır 3-ü. F olur. 3-ü 10-a bölsəm qalığı 3-dür. 10-a bölsəm tamı 0-dır. Cəmi eləyəcək 3. F3-ə baxırıq. F3 tək olduğu üçün E seçdir. Bu bizə qaytarır. 3 vur 2, 6. Sonra i gəlir alır 22-ni. F olur. 22-ni 10-a bölsəm. Yəni birinci və sonuncu rəqəmlərini toplayırdı. Onsuz da bu. 22-ni 10-a bölsəm qalığı 2. Tamı 2. Cəmi elədi 4. F4-ə baxıram. 4 cüt olduğu üçün üstünə 1 gəlir qaytarır. 5-i əlavə edir siyahıya. Yəni sonda 14-ü alır. F olur.
F neçə olur? 1 ilə 4-ün cəmi 5. F5 bizə nə verir? 5 tək olduğu üçün 2 misli 10'u qaytarır. Yəni siyahı bu cür formalaşır. Sonra bu siyahının maksimumunu istəyir, olur 10. Cavab olur 10. C variantı. Aydındır şey. Bəli. Bu bayaqki misalın əksidir. Niyə bunu yazmamısan? Bayaq misal var idi. İndeksi çap eləmək. Aynen yazmadığım yoxdur, səhvdir. Səhvdir, hə, yazmadım. Deməli, burada yenə D, Y variantları gedir. Çünki biz indeksə müraciət eləməliyik. 0, 1, 2, 3, 4, 5, 6 indeks çap olunur burada. Bunu götürək. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, i gəlir birinci, 0 alır, yoxlayır. A0 böyüdümü A1-dən? Baxıram, A0 nədir? 1-dir. A1 nədir? 3-dür. Şərt ödənmədi. i gəlir alır, 1'i, A1, avtomatik 0 olsa da çıxır, cavab A variantı olacaq. Yenə baxaq. A1 böyüdümü A2'dən? Baxıram, A1 3'dür, A2 mənfi 3'dür. Şərt ödənir. i çap olunur. 1 çap olundu. Sonra bir buradan çap edeyim. 1 çap olundu. Sonra i gəlir 2'ni alır. Baxıram, A2 böyüdümü A3'dən? A2 nədir? Mənfi 3. A3 nədir? 4. Ödənmədi. i gəlir 3 alır. A3 böyüdümü A4'dən? A3 4'dür. A4 0'dır. Şərt ödəndi. i'ni çap elədi. 3 çap olundu. i gəlir 4'ü alır. A4 böyüdümü A5'dən? A4 0'dır. A5 mənfi 9'dur. Hə. i'ni çap eləyir. 4 çap olunur. i gəlir ən son 5'i alır. A5 böyüdümü A6'dan? Mənfi 9 böyüdümü mənfi 4'dən? Yox. Dövr sonlanır. 1, 3, 4 çap olunur. Aydındır. Mən bəs belə bir şey soruşum. Buyur. Burada məsələn bu if-də for in range-dən sonra sağ tərəfdən yəni kiçikdir işarəsində i-1 olsaydı biz birinci dövrdə -1 olaraq a -1 onda -4 götürəcəkdik. Bəli, buradan. Ona uyğun misal var. Var elənçinə misallar düzdürsən. Onlar məsələn -1 ilə yox, çıx 1 yoxlasaydı, birinci 0'dır. 0'ı qoysan -1 eləyir, gedib 4'ə baxacaqdın. Məsələn mən orada böyüdümü -4'dən? Hə. var idi, 1 çıxırdı. Amma onda 1'dən başlayırdı deyə. Yəni mənfiyə getmirdi ki. Hə, olur, elə misal olur, var hələ. Var ondan. 66. 66'ya qədər. Soruşun səhvlərinizi. Bu bayaqki misaldan nə qədər? 66. F funksiyası nəyi tapır? C funksiyası nəyi tapır? Mən f funksiyasını görürəm ki, f funksiyası 8-yə sayı sisteminə çevirib rəqəmləri cəmi tutur. Rəqəmləri cəmləmir. 8-yə çevirir. 8-yə çevirir. Hə. Burada 9 sətr 2-yə, bəli. S-yə çevirir. 2 sayı sisteminə. Bu nədir? Ardıcı olaraq 9 və 8 daxildir. Bu deməli 9'dur, bu da 8. Deməli mən fərqi tapmışam. S Fn'dir. Deməli Fn F9, 9'u 8'lik sayı sisteminə çevirsən 1 eləyir 8'likdə. Sonra C'də 8'dir. Bunda deməli 8'i də 2-yə təxmin 0 eləyir. Və var, bax burada əsas məsələ nədir? Bunlar sətr tipində qaytarır. S çünki S dəyərlərdir. Sətr belə toplayacağıq elə. Hə, sətr tipində toplayırsan. Birinci S gəlirsən. Sonra belə. Cavab olur A. Aydındırmı? Bəli. Sonra 70'ə qədər səhv. 67 deməli. Mən burada cavab çox idi. Burada niyə belə çıxdı bu bilmirəm. Kiçikləri soruşur A0-dan. Yəni mən film 4 heç nə mən baxmıram. Niyə bax? Mən ikisini də 24 oxumuşam müəllim. İndi görürəm ki 14. Yazmayan varsa izah edeyim uşaqlar.
Bəli, izah edərsiniz də. Tamam. Deməli, birinci bax, bu bir il qəbula düşüb, miqədə düşüb bu sual, bu tipdə bir dənə sual. Riyaziyyatda bildiyimiz o intervallar qaydası var. Bərabərsizliyin neçə kök, neçə həlli var, nə bu tipdə deyən misalların o cür həll olunur. Deməli, bizdən nə istəyir? I plus 24 vurulsun I minus 14 kiçikdir 0 olduğu aralığı istəyir. Birinci i-nin qiymət aldığı nöqtələrə baxıram. I mənfi 30-dan müsbət neçəyə kimi alır qiymət? 19-a kimi. Bəli, 20-nin özünü almır. Sonra bunların hər ikisini sıfıra bərabər eləyib biz sıfıra çevrildiyi nöqtələri tapırıq. Bunun mənfi 24-dür, bu da müsbət 14-dür. Amma bunları almayacaq. Çünki sıfırdan kiçik olduğu aralıq bizə lazımdır. Sıfıra çevrildiyi aralıqlar yox. Onda intervalı qeyd edirəm. Məsələn, mənfi 30 ilə mənfi 60 arasından bir ədəd götürürəm. Mənfi 28 məsələn qoysam, hər ikisi mənfidir. Bura müsbət olacaq, mənfi müsbət. Deməli, mənfi olduğu aralıq hansıdır? Mənfi 24-dən müsbət 14-ə kimi. Əgər heç bir uc nöqtə daxil deyilsə, böyükdən kiçiyə çıxıb bir vahid azaldırıq. Bu da neçə idi? 37. 7. 37. Aydındır. Bəli. Cəbrayiliyə səsin çıxmır, Çinarənin səsi çıxmır, Sevincin səsi çıxmır. Sonra uşaqlar, başqa səhvlərinizi qeyd eləyin. Bundan yazmışdığı keçən səfər. O sualdan da bilirsin. Sonra soruşun 70'e qədər səhv varsa deyin. Deyəsən 70'e qədər. 69'a baxaq da. 69'a baxaq. Niyə baxmırıq? Deməli, sınağı yazmamısınız da. Sınağı yazsaydınız bu sual sınavda var. Bu sınav mənim. Kodera tətbiqdə var bu sual. Özdə mən izah eləmişəm. Bizə də uşaqlar. Yavaş uşaqlar. Buyurun. Bura baxırdıq. Deməli 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu bizə 2 verir. Bu da bizə 9 verir. Yəni 2-dən 9-a qədər olan sözü götürürük. Bu da Venturi sözü olur. Venturi. Sonra burada T isə bərabər olur. Deyir D-də eyni axtar. Bu düşür 0, 1. 1-dən sonra D sətrində artıq. D-də 1-dən sonrası. Venturi bu da. Venturi. S-də bunlar ikisi cəmlənir. Venturi. Venturi. N-ların sayını tapır. S-də 1, 2. Bu edir 2. Len S vurulsun K. Len S 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 olur. 13 vurulsun 2, 26 alınır. Cavab olur deyil. Aydındır mı? Bəli. Sonra Dayanamadım. biraz cəld soruş uşaqlar. 70'dən sonra bu da bayaqki kimidir Hüseyin. Hüseyin deyə bilərsən? Mən deyim. Biz indi burada maksları minimumla əvəz edəcəyik də. 8-ləri 2-yə çevirəcəyik. Aha. Sonra 5-i də 2 ilə əvəz edəcək axırda müəllim. Niyə? Axı Niyə? 7 var. Axı. 7. Bundan sonra dəyişmir. Yenə bir dənə 8'lər 2'yə çevrilir. Sonra uşaqlar 71-dən 80-ə kimi yazmısınızsa deyin. 71-80 aralığında. 79'a baxaq da. 79. Soruşun da bütün səhvlərinizi. Niyə soruşmursunuz? Mən bilirəm ki, sizin yazmadığınız çox var. Amma dinlənmirsiniz.
Niyə bilmirəm? Ya yazmamısınız? Tanırıq müəllim. Utanır. Niyə utanırsınız ki? Da ona utanırdınsa niyə dərsə qoşulurdun? Müəllim. Deməli, A-sı -7-dir, B-si 9-dur. M bərabər olur -7-yə, R də bərabər olur F -7-yə. F -7-yə. İndi mən -7-ni, bax, funksiyanı burada hesablayıram. 2 vurulsun, -7-nin kvadratı müsbət 49 edir. Çıxırsın 64 kvadrat üstəgəl 17. Bu eləyir 15. 15-in kvadratı 225. 2-yə vuranda 450. Üstünə də 17. 467. Deməli, R 467-dir. İndi biz nə edirik? Baxın, I dəyişir, T dəyişir daha doğrusu. -7-dən 9 üstəgəl 1, 9-a kimi, 9-a daxil olmaqla. İndi mən bunu tək-tək hesablasam, -7-dən 9-a kimi. Təxmini bilmək olur da mən. Təxmini niyə də konkret deyəcək də. -7-dən 9-a kimi neçə dənə qiymət var? 17 dənə qiymət var. 17 dəfə mən bu dövrü gərək işlədim. 17 dövrü işlətməkdənsə, bax, mən bunun yerinə FT-ni hesablayıram. FT-ni hesablayıram. Yəni, burada T qoyuram da yerinə. 2 vurulsun. T kvadrat minus 64-ün kvadratı üstəgəl 17. 467-dən kiçik olduğu qiyməti hesablayıram. Bu da olacaq 2 vurulsun T kvadrat minus 64. Çünki burada həmin FT-ni R ilə müqayisə edir. 467-dən kiçik olmağı müqayisə edir. T kvadratı kiçikdir 60, çıxılsın 64, kiçikdir 450. Burada kvadrat var idi. 2 T kvadratı çıxılsın 64-ün kvadratı kiçikdir 225-dən. T kvadrat çıxılsın 64 kiçik olmalıdır 15-dən. Deməli, kvadrat kiçik olmalıdır 79-dan. Deməli, minimum olsa 8. 8 ola bilər. Çünki 8-in kvadratı bir dənə 79-dan kiçikdir. Deməli, bircə dəfə ödənir bu 8 qiymətində. 8 qiymətində. Və bu da FT də F8-ə bərabər olur. 8 də yerinə qoysam 7. 17 edir. Cəmi də bunun 25 ediləcək. Aydındır? Başa düşdükmü? Tam aydındır. Bəli, müəllim. Görəcəyik. Sonra Dem 20 sınağı almısınız. Alın, az qalır. Ki 80-ə qədər başqa sual. Yoxdur. Bu, məsələn, bax, çətin görsənir, amma əslində çox rahat bir proqramdır. Ədədin rəqəmlərini cəmləyir, hamısını. Ona bir siyahı əlavə edir, sonra da maksimum indeksini tapır. Sağ ol. Ədədləri... Amma həmin indeksi mənim Adəm tapır da. Bəli, Adı tapır. 81-dən 90-a kimi. 86. Bir dənə sevmədiyim misal var. Gedim onu soruşursan, 86. Mən də sevmirəm də yazılmamış. Çətin deyil ha. Bax. Çətin deyil, çox uzundur. Əslində məntiqi tutandan sonra bir tapmaq olur. Heç yazmalı tutulmur. Bəli, deyir ki, burada bir götürür. Funksiyanı bu sıfırdan fərqli olmalı. Məsələn, 136 üçün bunu... Birinci ilə axırıncını toplayır. Sağ ol. Sonuncu elementlə 136 üçün bu necə işləyir? Birincini toplayır, eləyir 7. Deyir 5-dən böyük olsun və tək olsun. Onda özün, yəni ədədi qaytarır. Məsələn, bu N136 bizə 7 verir. Çünki 5-dən böyükdür alınan ədəd. Yəni birinci ilə sonuncu rəqəmin topla. 5-dən böyük alınsın və tək olsun. Bu zaman həmin aldığın ədədi qaytarırsan 7-ni. Sonra da həmin ədəddən sonra çıxırsan həmin ədəd. Məsələn, bu sıfırdan fərqli olduğu üçün 136-dan çıxırsan 7-ni, B siyahısına əlavə etsən 129-u.
Növbəti dəfə 712-ni alır. 712-ni Bir. 7 ilə 9-u toplayır. 7 ilə 2-ni toplayır. 9. 9 5-dən böyükdür, təkdir. 9-u qaytarır. 712-dən 9-u çıxır. 703-ü əlavə edir siyahıya. Sonra 279-u götürür. 2 ilə 9-u toplayır. 11. Təkdir, 5-dən böyükdür. 11 qaytarır. 279-dan o 11-i çıxır. 268-i əlavə edir. Sonra 321. Bax 3 ilə 1-i topladı. Elədi 4. Hə, mən başa düşdüm qalanını. İlk və son rəqəmlərin cəmi növbədən özündən çıxır da. Hə, amma cüt olsa Tək olarsa, tək və 2 də 5-dən böyük. sol tək böyük olanda eləyir. Sonra 90-a qədər məsələn 89-a nə yazmısınız? Dövrün gövdəsini neçə dəfə eləyir? Bəli, 2 dəfə. Mən 2 dənə element var idi. Birbaşa Bir müraciət 5 alır, bir 3-ü. Sonra 90-a qədər başqa yoxdur ki. Daha sonrası rahatdır məncə. 92. 92. Burada deyir ki, təpələrin sayı verilib. Siyahının uzunluğu ilə. Siyahının içərisində siyahılardır. 1, 2, 3, 4. Deməli, təpənin uzunluğu 4-dür. Bu da qonşular siyahısıdır. Fikir versək, uşaqlar, Bunlar sayı müəllim. qonşuların sayı, qonşuluq siyahısı. Qonşuların sayı da məsələn, birincinin qonşuları 2, 3, 4-dür. İkinci qonşular 1, 3-dür. Sonra 1, 2-dir. 1, 3-dür. Buradan da çıxır ki, elə 1, 2, 4-dür. Daha doğrusu. Deməli, bu 1, 2, 3, 4 şəklindədir. Çünki 3-ün özü ilə qonşuluğu yoxdur. 1, 2, 4-dən var. 1-in də özü ilə qonşuluğu 2, 3, 4-dən var. 2 ilə 4 də 1 ilə 3 ilə qonşudur. Bax, buradan çıxır ki, bu yolların hər ikisi iki tərəflidir də. Onda təpələrin yarısı, qonşular siyahısında olan təpələrin yarısı bizə yolları verir. Çünki hər yolu bir dəfə saymalıyam. Məsələn, burada sayıram 1-dən 2-yə, burada 2-dən 1-ə. Bu bir yoldur da. Yəni İstiqamətli deyil də müəllim. hə, iki tərəfli yoldur, istiqamətli deyil. Ya da qura da bilərəm. Bax, qrafı qururam. 1, 2, niyə tam başa düşün. 3, 4. Bu cürdür. 1-dən 3-ə, 2-yə və 4-ə hamısına yol var. 3-dən 1, 2, 2, 1, 4. 2, 4 hamısına yol var. 2-dən də 1-lə 3-ə yox, mən deyəsən səhv qurdum qrafı. Yox, düzdür. 2 dəqiqə. 1-dən həmişə yuxarıdan gəlirəm. 2-yə, 3-ə və 4-ə yol var. 1, 2, 3, 4. 2-dən 1-ə və 3-ə yol var. 4-dən 1-ə 3-ə yol var. 3-dən 2-yə, 1-ə, 4-ə yol var. Hamısı düzdür. Hə. Budur. 1, 2, 3, 4. 4 dənə təpə var. 1, 2, 3, 4, 5. 5 dənə yol var. Bizdən bunun cəmini istəyir. 9 eləyəcək. Aydındır. Hə. Sonra 100-ə qədər 94. bunu demişdim ki, sərbəst siyahı sətr əmələ gətirir ha. Onu nəzərə almısan? Yəni bax orada demişdiniz ki, Demişdim ki, başlanğıcı son olan da. xeyr. Bax, qulaq as. Onda orada mən 2 götürməliyəm də. Bəli, bax məsələn, yazıram A bərabərdir. Tutaq ki, nə yazım mən? Elə bir informatika. Burada yazıram A nöqtə find A-nı axtar. Bu mənə verir 6. Sonra deyirəm ki, A məsələn 3-dən sona kimi nöqtə find A. Bu mənə nə verəcək? 3. Səbəbi nədir? Gəlir 3-dən götürür. Neysə, həyat. Hanı mousu görmürəm. Hə, deməli bax, buradan artıq başlayır da olmatika sözündən. 3-dən sona kimi olan 3-cü indeks O-ya düşür də. 0, 1, 2, 3 O-ya düşür. Oradan başlayır. 0, 1, 2, 3 gəlir A 3-ə düşür o sözdə. Yəni bu artıq sərbəst bir sətirdir. Sərbəst sətirdə sən A-nı axtarmağa başlayırsan. Yəni ondan ayrılır. A deyil. Yeni bir sətirdir. Başa düşdün? Bəli. Yaxşı olar ki, uşaqlar sətir və siyahlarla bağlı Coderada tətbiqdə olan sınaqları mütləq işləyin. Çünki orada buna aid o qədər test izah eləmişəm mən sətir siyahlarda. Yəni onları işləsəz inan ki, rahat yazacaqsınız bu testləri. İzah edeyim qalanın yoxsa
106 var. Mənim az qalıb, 3 dənəsi qalıb. Yox, 94-ü deyirəm izah edeyim, yoxsa ehtiyac yox. Yox, hə. 100 neçə? 106. Arada uşaqların yəqin ki yazmadığınız var. Yəni səsiniz çıxmadı. Eyb yox. O birisi qrupun dərsində atacağım saat neçədədir olar? 5-də. Qoşularsınız vaxtı olanlar ya sonradan baxarsınız. Onlar bu ehtimal soruşacaqlar. 106-nın hə, bu qəbul sualıdır. Özdə birinci il qəbul. Bir dənə sual getdim. Bu niyə rahat sualdır? Bax bu hissəsi nəyi hesablayır bax bu? Mənim rəqəmlər cəmi. Sol rəqəmləri cəmi. Sən harada ədəd funksiyasını gördün, rəqəmlərin cəmləyəsən. 289 böyüdü mü 9-dan? Hə, A bərabər olur ədəd A-ya. Bunun rəqəmləri cəmi. Neçə eləyir? 19. Sonra baxırsan 19 A artıq 19. 19 böyüdü mü 9-dan? Hə. Mən 20 hesablamışam, mənim bunu. Budur. 10. 10. Ona görə axırıncı mən 2 yazmışam, cavab 1 çıxıb. A olur 10. A sonra rəqəmin cəmi. 10 böyüdü mü 9-dan? Hə. A bərabər olur 1. Burada 10 doğru soru. rəqəmləri cəmi 1-ə. 1 böyüdü mü 9-dan? Yox. 1 çox. Görürsünüz bunu bilmək. Görün nətər rahat. Yəni elə də çətin misal deyil. Bax bu qəbul Toplama səhvi. 2023-də düşüb səhv etməmişəm. Ya da 22-nin qəbulundadır bu sual. Başa düşdük? Bəli. Bəli. Sonra 110. neçə? 110. 110. 110-a baxaq. 0, 1, 2, 3, 4. Deməli, i dəyişir. i birinci 1-i alır. Tək indekslərdə toplayır. Cüt indekslərdə yox, cütlərdə birdən fərqlidir. Cütləri deməli bu cür icra eləyir. Birinci indeksə baxmıram. Buradan başlayıram. 1, 2, 3, 4. Yəni sıfıra baxmıram da, buradan başlayıram. i gəlir 1-i alır. Bir cütdür deyə, bir təkdir deyənə düşür bura. A1 bərabər olur nəyə? A1 çıxılsın A0. A1 neçədir? A1 8-dir. Çıxıram 1-in eləyir 7. Dəyişirəm burada. 7. A0, A1 olur 7. Bəli. T-də olur. Hər dəfəsində onu cəmləyəcək. T olur 7. Axıra toplayaq tamam. i gəlir içinə alır. Hə, nə olacaq? Fərqi. Ayda bildim müəllim mənim səhvimi. Sən Mən dəyişməsən. götürürüm T yox, elə deyil. Mən A siyahısında dəyişmişəm birbaşa. Hə. Ondan sonra bu A siyahısında 1-də var, amma T siyahısında 1 olmur. Ona görə də birdən artıq götürmüşəm. Hə, Onu onlar yazdım. hamısını cəmini yazmış. Olar. Bəli. Mən axıra qədər gedim, eyb yox. i içinə alır, A2 bərabər olur. Cütdür deyənə bunu icra edirəm. A2 üstəgəl A1. Neçə eləyir? 14. 7, 7, 14. A2-ni dəyişirəm, eləyirəm 14. Sonra i gəlir, 3-ü alır. Təkdir deyənə A3 bərabər olur. A3 minus A2. A3 neçədir? 3. A2 nədir? 14. Olur mənfi 11. Mənfi 11-i bura yazıram. Sonra i gəlir 4-ü alır. 4-ü alır ən sonda. A4 bərabər olur. Cüt olduğu üçün A4 üstəgəl A3. Bu da mənə nə verir? 10 üstəgəl mənfi 13 mənfi 1 verir. Bu da dəyişir olur. Mənfi 1. Yəni A siyahısı belə olur da 1, 7, 14. 1 yox müəllim. Hep A A siyahısı. siyahısı da 14, mənfi 11, mənfi 1. Mənfi 1. Sonra buradan bura kimi toplayır. Çünki 1-dən 4-ə qədər ədədlərin cəmi, 1-dən 4-ə qədər indeksləri T-yə cəmləyir. Bəli. Neçə eləyəcək? 9. Sonra 111. nə deyir? Neçə dəfə? Burada da mənim nəsə bir dənə yəni səhv olub. Burada deyir hər biri üçün. Bu ardıcılığı yadda saxlayın ki, uşaqlar. Bu ümumiyyətlə bax bu proqram. Əgər Özünüz artan bilin. sıra ilə düzülübsə ədəd düzdür. Məsələn 145-də bu true, yes sözünü verir. 121-də vermir. 18-də verir, bunda vermir, bunda vermir. Bunda vermir, bunda vermir. Bunda vermir, bunda verir, bir də bunda verir. 3 dəfə. Bu 1247 niyə verdi? necə? 1247 niyə verdi? Ondan sonra ədəd var. Bunda, bir də bunda verdi də artan sıra ilə düzülən ədədlərdə. 3 dənə verdi. Hə. Yox. Cavab nə çıxıb ki? Hə 3 dənə mən yazmışam, değil mi? Cavab 4 çıxıb.
4 çıxıb, onda hansısa saymadıq. Nədir? 18 də, 18 də artan sırayla düzdür. 18 saymamışam yəni. Bax, bir dənəsi üçün götür yoxla. Deyir 11 dənə, 10 dəfə deyir bu proqram icra olunur. Neçə dəfə yes sözü çıxacaq. Ümumiyyətlə bu alqoritm, bax ədədin sətrə çevirirsən, rəqəmlərinə bir-bir müraciət edirsən də. Əgər əvvəlki özündən sonrakından kiçikdirsə, m bir-bir arta-arta gedir və bu m ən sonda ədədin uzunluğundan bir vaxt kiçikdirsə, çünki sonuncu elementi nəzərə almadan edirsən bunu. O sənə yes sözünü çıxardır. Artan ardıcılığa düzülübsə. Baxın, məsələn, yazaq 1247 üçün bunu. 1247-ni daxil edirəm. B bərabər olur 1, 2, 4, 7 sətrinə 0, 1, 2, 3. İ gəlir dəyişir 0-dan bu 3-ə qədərdir. 3-ə qədərdir. Amma bu 2-yə kimi dəyişir. Çünki len 4-dür. 4-dən birini çıxdım 3. 3-ü alınır 2-yə kimi dəyişir. İ gəlir 0 alır. B0 kiçikdirmi B 1-dən. Baxıram B0 1-dir. Kiçikdirmi 2-dən. Hə, şərt ödəndi. M olur 1. Sonra i gəlir 1 alır. B1 kiçikdirmi B2-dən. Baxıram B1 2-dir. B2 4-dür. Şərt ödənir. M olur 2. İ gəlir 2-ni alır. B2 kiçikdirmi B3-dən. 4 kiçikdirmi 7-dən. Hə, M olur 3. İndi gəlib yoxlayır. 3 bərabərdirmi? Len B minus 1-ə. Len B 4 idi. 4 minus 1 3. 3 3-ə bərabər olduğu üçün yes sözü çap olunur. Yəni ədəd artan ardıcılıqla düzülübsə, mütləq bu sizə yes nəticəsini verəcək. Burada da artan ardıcılıqla düzülən 4 dənə ədəd var. Bəli, Aydındır? bəli. Belə başqa soruşun. Mən də Hə, buyur. 112 Fibonacci sırasıdır. Bir-birlə başlayır. Sonra 2 elementin cəmi 1, bəli. 1, 1, 2, 3, 5, 8 belə gedən ardıcılıq Fibonacci ardıcılıqdır. Baxın, bir-biri cəmləyir. Birinci 2. Cəmin 9. Sonra hə, ən sonda cəmini istəyir. Sonra soruşun da, yoxdur Mən sən. bitdi. Dəqiq. 100%. Yaxşı. Belə, onda mən bilirəm ki, yerdə qalan uşaqların səsi çıxmadı, axıra qədər yazmayıblar. Tamamlayırsınız, yaxşı, mütləq tamamlayırsınız. Mən bu saat 5-də dərs açacağım. Uşaqlar düzdür, əvvəldən başlayıb soruşacaqlar. Əgər ki, nəyəsə başa düşməsəz, yəni linkə sonradan baxarsınız, vaxtınız var, qoşulub baxarsınız o sualların izahına. Mən sabah təkrar olacaq indi. Sabah bazar gündür. Təkrar olsa da səhər saatlarında olacaq. Demişəm də sizə. Sabah. Mən bir